Bismillahirrahmanirrahim. Salam əziz və hörmətli möminlər, müsəlmanlar. Sizi Fitr bayramı münasibətilə səmimi qəlbdən təbrik edirəm. Allah Teala bu Ramazan ayını, Fitr bayramını ömrümüzün sonuncu Ramazan ayı Fitr bayramı qərar verməsin. Hər gün olduğu kimi biz bu gün də Ramazan ayına həsr olunmuş Quran ayı verilişində bir ayənin şərhini diqqətinizə çatdıracağıq. Bugünkü nəzərdə tutduğumuz ayə Yunus surəsinin 9-cu ayəsi. Allah Teala Quranda buyurur: "İnnellezîne âmenû ve amilussâlihâti yehdihim rabbuhum biîmânihim tecri min tahtihimul enhâru fi cennetin naîm." Şübhəsiz ki, Allaha iman gətirib yaxşı iş görənləri Allah Teala imanları vasitəsilə hidayət edəcəkdir. Nəim cənnətdə onların ayağının altından çaylar axır. Bu ayədə çox dərin bir məna vardır. Biz keçən söhbətlərdə qeyd etdik ki, Allah Teala buyurur, hər kəs iman gətirsə və yaxşı işlər görərsə, Allah ona mükafatlar verər. Nəhl surəsində buyurdu, فَلَنُحْيَنَّهُ حَيَاتًا طَيِّبًا. Ona biz bir pak həyat verərik. Məryəm surəsi 29-cu ayəsində buyurdu, Allah onların məhəbbətini insanların qəlbinə salar. Bu ayədə də Allah Teala buyurur, Allah onların imanı vasitəsilə onları hidayət edər. Sual yaranır, necə? Allah Teala ayənin əvvəlində buyurur, iman gətirsə Allah onların imanı vasitəsilə onları hidayət edər. İman gətirib, Allah sonra buyurur, onların imanı vasitəsilə onları hidayət edərəm. Peyğəmbərdən bunu soruşdular. Bunu necə başa düşək? İzahı nədir bunun? Peyğəmbərimiz buyurur, Mən amilə bimə ya'ləm. Hər kəs bildiyini əməl eləsə, vərisəhullahu ilmə mə lə ya'ləm. Allah ona bilmədiklərini öyrədər. Bu hədisdə çox incə bir məqam izah alınır. Peyğəmbərimiz çox incə bir nöqtəyə toxunur. Nədir o? Biz adətən elmləri, kitabları oxumaqla, məlumatları dinləməklə kəsb edirik. Yəni bizim məlumatlarımız ya kitab oxumaqla, ya xəbərləri dinləməklə, ya hər hansı bir çıxışa qulaq asmaqla kəsb olunur. Biz bu vasitələrlə elmi əldə edirik, mənimsəyirik. Amma hədisdə Peyğəmbərimiz buyurur, hər kəs bildiyinə əməl eləsə, Allah ona elm verər. Bu ayrı bir məsələdir. Təcrübə də bunu göstərir. Quran ayələrində də Allah Teala buna işarə edir. Bu ayədə də Allah bir daha işarə edir, deyir, hər kəs iman gətirsə, yaxşı işlər görərsə, yəni əməl edərsə, bildiyini əməl edərsə, Allah ona bilmədiklərini öyrədər. Bəqərə surəsində də Allah Teala buyurur, "Vəttəqullah və yuallimukumullah." Allahdan təqva eləyin ki, Allah sizə elm versin. Elmin bir qismi insana Allahın buyurduqlarına, bildiklərinə əməl etdikdə ona bəxş olunur. Xüsusilə dinimizdə əgər sən bildiklərinə əməl eləsən, Allah sənə bilmədiklərini öyrədər. Bütün insanlarda belədir. Allah Teala insana fitrətən öz mesajını vermişdir, öz istəyini ötürmüşdür. Bütün insanlar fitrətən ədalətpərəstdirlər, haqqı axtarırlar. Sitayiş etmə hissi onlarda var. Namərdliyi sevmirlər, düzlüyü sevirlər. Bu fitrətəndir. Bu Allahın bizə verdiyi o mesajdır. Allahın istəkləridir bizim bu fitrətimizdə qoyulmuşdur. Biz keçən çıxışımızda da dedik, ola bilsin kimsə vəhiy qəbul etmir. Amma deyə bilməz özünü qəbul etmir. Bunları hiss etmir, bunları duymur. İnsanın varlığıdır bu. İnsan özünü dərk etdiyi gündən bunları da dərk eləyir. İnsan o gündən ki, özünü bu dünyada başa düşüb, özünü dərk eləyib, öz varlığının mövcudluğunu anlayıb, o gündən insan bunu hiss eləyir. Ona görə də uşaqlıqda insanlar yalan danışmırlar, yalana qeyri-təbii baxırlar. Uşaqlar ona görə məsumdular. Çünki onlar yalan bilmirlər nədir. Onlar aldatmaq bilmirlər nədir. Allah onları saf yaradıb, pak yaradıb. Təəssüflər olsun, zaman zaman
onlar yalan eşidirlər, onlar cəmiyyətdə pislikləri görəndə onları mənimsəyirlər, təsir altına düşürlər. Ya ailədə bunu görürlər, təəssüflər olsun, bu daha çoxdur. Ailədən götürür, atasından, anasından bunları alır və təsirlərinə düşür. Ailədə o fəzada onlar əgər yaxşı bir mühitdə yaşayarlarsa, ədəb, ərkan olarsa, düzlük olarsa, ədalət olarsa, onlarda o xüsusiyyət daha da güclənər. Allah eləməsin, ailədə əgər yalan varsa, böhtan varsa, haram varsa, uşaq da artıq ona adi baxar. Amma Allah insanları hamısını pak yaradıb. Bu insanın fitrətindədir. Vəhiy qəbul etməyə bilər, amma özünü inkar edə bilməz. İnsanın bu varlığında qoyulub. Bu məlumatları Allah bizə ötürüb. Biz kitab vasitəsilə, bugün digər vasitələrlə məlumatlar alırıq. Bilgimizi artırırıq. Peyğəmbərimiz buyurur ki, digər bir vasitə də vardır. Hər kəs bildiyini əməl eləsə. Fitrətən bütün insanlar bilir, ədalət Allahın istəyidir. Düz olmağı Allah istəyir. Allah yalanı sevmir, Allah böhtanı sevmir. Bütün insanlar bunu başa düşür. İstər müsəlman olsun, istər qeyri-müsəlman olsun. Əgər hər hansı bir insan, hətta dindən uzaq olan insan bu istəklərə, bu fitri tələblərin qarşısında boyun əyərsə, o bildiklərinə əməl edərsə, Allah onu hidayət edər, ona bir yol açar. Dinin dedikləri də o fitrətin istəkləridir. Din də gəlib, Allahın qanunları da gəlib o fitri istəkləri təsdiqləyir. Quran buyurur, fitratallahiləti fataran-nasa aleyha. Allah dini fitrətə uyğun göndərmişdir. Fitrətdə o dinə uyğun yaratmışdır. Yəni Allah insanı necə yaradıbsa, ona uyğun qanun göndərib. Fəaqim vəcəkə lid-dini hanifən. Siz hənif dini axtarın. Allah Quranda buyurur, əsl dini axtarın. Allahın göndərdiyi dini axtarın. Fitratallahiləti fataran-nasa aleyha. Allah fitrəti ona uyğun yaradıb. Yəni o dinin fitrətə uyğun göndərib, fitrət də o dinə uyğundur. Bunlar uzlaşırlar. Ona görə də istər dindar olasan, istər olmayasan, əgər sən bildiyinə əməl eləsən, Allah fitrət vasitəsilə sənə öz istəklərini ötürüb, özdə bu dəyişmir, həmişə o mesajlar var, o tələblər var, sənə bilmədikləri Allah öyrədəcəkdir. Bəli, sən dindarsansa, daha çox məlumatlısan, Allahın istəklərini daha çox bilirsən, xırdalıqlarından da agahsan, bildiklərini əməl eləsən, Allah sənə bilmədiklərini öyrədəcəkdir. Yox, əgər sən bildiklərini əməl etməsən, Allah bildiklərini də səndən alar. Ola bilsin, məlumat olaraq bilirsən, amma onun əhəmiyyətini səndən alar. Yəni, o bildiyin əhəmiyyəti sənin üçün azalar. O bildiyinə sən qiymət verməzsən. Çünki bildiyinə əməl eləməyibsən. Bəl'am bağırı haqqında eşidibsiniz. Allah Teala Əraf surəsində Bəl'am bağırı haqqında danışır. Deyir, o alim idi. Hətta Allahdan nə istəyirdisə, bir mənəvi məqamı var idi. Allah ona verirdi, dualarını müstəcab edirdi. Və alimnə bəllədi ətəynəhu ayatina. Biz ona kəramət vermişdik. Amma o nə elədi? O şeytanın ardınca getdi. O bildiklərinə əməl eləmədi. O bir müddətdən sonra tamah təsiri altına düşüb Fironun tərəfinə keçdi. Musaya qarşı çıxdı. O bilirdi ki, olmaz. O bilirdi ki, Allaha qarşı çıxmaq mümkün deyildir. Amma nəfs, dünya məhəbbəti, şahlara yaltaqlıq hissi, təəssüflər olsun, Bəl'am bağıranı da aldatdı. Fəməsələhu kəmətəlil kəlb. Allah dedi, o itə bənzəyir. Ayənin təfsirində yazırlar, Bəl'am bağıra ulağa mindi ki, Həzrət Musaya qarşı hərəkət etsin. O yerdə ki, dua eləyirdi, o yerə getsin, Musaya qarşı dua etsin. Allahdan Həzrət Musanı məhv etməsini istəsin. Görün, hansı vəziyyətə gəlib düşdü. Görün, hansı fikirlərə bu düşüb. Təfsir alimləri ayənin təfsirində yazırlar ki,
Bələm Baura Musa peyğəmbərə qarşı bəddua etmək üçün o həmişə dua etdiyi yerə getmək istədi. Mindi ulağına, ora gedib Musa peyğəmbərə bəddua etsin. Ulaq hərəkət eləmədi. Nə qədər heyvanı vurdu, heyvan hərəkət eləmədi. Alimlər bu ayənin, qeyd etdiyim ayənin təfsirində yazırlar ki, ulaq dilə gəldi, dedi ki, sən istəyirsən mən Musa peyğəmbərə qarşı addım atım, mən Allahın Rəsuluna qarşı çıxmaram. Bu ayənin təfsirində təfsir alimləri yazır. Bunun mənası nədir? Görün, bir gün Bələm-i Bauranın duasını Allah qəbul eləyirdi. Təfsirində yazırlar, la yəsəlullah şən illə atahullahi. Nə istəyirdi Allahdan, Allah verirdi ona. Alim idi. Amma bu alim bildiyinə əməl etmədiyi üçün elə bir günə qaldı ki, ulağın başa düşdüyünü başa düşmür. Allahın bu dilsiz heyvanı anlayır ki, Allahın Rəsuluna qarşı çıxmaq mümkün deyil. Amma o başa düşmür. Niyə? Çünki bildiyinə əməl etmədi. Hər kəs başa düşdüyünə, hiss etdiyinə, anladığına əməl etməzsə, Allah onun ağlını alar. Əleyhissalam deyir ki, Allah, sənə biz ağlın tətil olmasından sığınırıq. Zahirən ağıllı adam kimi görünür. Amma o bildikləri o qədər onun üçün əhəmiyyətsiz, önəmsiz olar ki, o bilmədiyi insanlar kimi hərəkət eləyər. Cahil insanlar kimi, nadan insanlar kimi davranar. Amma yox, əgər sən bildiyi əməl eləsən, Allah elmi artırar. Peyğəmbərimiz buyurur, ayənin mənası budur. Hər kəs Allaha iman gətirib yaxşı işlər görərsə, yəni bildiyinə əməl edirsə, buna Allah xatir edirsə, Allah ona bilmədiklərini öyrədər. Bir gün də görər, çox şeyləri başa düşür, haqqı batildən ayırır, haqqın yanında olmaq istəyir. Allah onun əlindən tutub aparar. Yəhdihim Rabbuhum bi imanihim. Allah onların imanı vasitəsilə daha da yüksəklərə aparar. Tarixdə biz görürük, elə insanlar olub, Peyğəmbərin yanında olub. Siz yaxşı bilirsiniz. Amma onlar Peyğəmbərə qarşı çıxdılar. Onlar bu dünyadan başqa cür köçdülər. Amma siz bilirsiniz ki, Uveyis Qərəni Peyğəmbəri görmədi. O Yəməndə idi. Bir dəfə də Peyğəmbər görmək üçün gəldi Mədinəyə. Qisməti olmadı. Amma Uveyis Qərəni hara, onlar hara. Biri Peyğəmbərin yanındadır. Peyğəmbərin xütbəsini dinləyir. Və mə ərsalnəkə illə rəhmət və mə ərsalnəkə illə rəhmətən lil aləmin. Biz sənə aləmlərə rəhmət göndərmişik. Bu rəhmət olan Peyğəmbərin yanındadır. Heç nə başa düşmür. Bilirdi, anlayırdı nə deyir. Bildiyinə əməl etmədiyi üçün Allah onların hər şeyini aldı onlardan. Amma Uveyis Qərəni Peyğəmbərin yanında deyil. Görün, əsas əməldir. Əsas əməldir. Möminlər Bəhçət ağanın yanına gedib soruşanda ki, bizə bir nəsihət elə, bir söz de, deyəndə ki, bizə bir tövsiyə elə, deyərdi ki, bildiyinizə əməl edin. Bildiyi əməl elə. İstər dindar olursan ol, istər olmursan olma. Bütün insanlar Allahın nə istədiyini də bilir, istəmədiyini də bilirlər. Bu fitrət hamısını deyir. Deyir ki, oğurluq olmaz, yalan olmaz, böhtan olmaz və digər günahlar olmaz. Nəyi də Allah məsləhət bilirsə, onu da biz bilirik, başa düşürük. Ramazan ayının bizə verəcəyi töhfə vardır. Biz orucu tutduq, bunun bir mükafatı vardır. Ona görə də biz bayram eləyirik. Bunun mükafatı təqvadır. Bunun mükafatı mənəvi paçlıqdır. İlahi elmdir. Vəttəqullah və yuallimukumullah. Allahdan təqva edin, Allah sizə elm versin. Allah sizə mənəvi saflıq versin. Sizin ağlınızı itiyə eləsin. Qəlbinizi paçlasın. Qəlbinizi genişləndirsin. Ona görə biz birimizə təbrik deyirik. Çünki Allahın bu buyurduqlarına əməl etdik. Bu ayda Allaha qul olduq, Allaha bəndəlik etmək istədik. Allah da vədə vermişdi. Mükafat verəcək. Allah da şübhəsiz öz vədəsində sadiqdir.
hər bir insana öz imanı, öz əməlləri qədər mükafatını verir və verəcəkdir. Ona görə biz bir-birimizi təbrik edirik. Allah bizim bayramımızı həmişə bizə mübarək eləsin. Sizə Allaha tapşırırıq və əssalamu aleykum və rəhmətullahi və bərəkətuhu.